Azərbaycanda orta aylıq əmək haqqının artım dinamikası müşahidə olunur. Artıma əsas təsir göstərən amillərdən biri 2025-ci ildə sosial paketin icra olunmasıdır. Bu fikirləri Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputat qeyd edib ki, sosial paketin icrası orta aylıq əmək haqqına birbaşa təsir göstərib. Onun sözlərinə görə, minimum əmək haqqında edilən artımlar bu prosesdə mühüm rol oynayıb. Nəticədə, bir sıra sektorlarda çalışan vətəndaşların maaşları yüksəlib. Bununla yanaşı, Nazirlər Kabinetinin qərarlarına əsasən bəzi qurumlarda vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşların vəzifə maaşlarında da artımlar həyata keçirilib. Bu addımlar ümumilikdə əhalinin gəlirlərinin artırılmasına və sosial rifahın yaxşılaşdırılmasına xidmət edir.